Bu günlərdə mətbuatda yayılan xəbərlərə görə Azercell Telekom MNC daha bir xidmətinin qiymətini qaldırır. Azercell bu tətbiqi çərçivəsində təqdim olunan günlük xidmətdən istifadəyə görə 35 qəpik xidmət haqqı tutacaq. Bu dəyişiklik 30 iyun tarixindən tətbiq olunacaq. Azərbaycanda mobil operatorların sayı niyə azdır? Mobil operatorların təklif etdiyi xidmətlər nə üçün bu qədər bahadır? Mövzu ilə bağlı iqtisadi məsələlər üzrə ekspert Natiq Cəfərli referansla açıqlama verib. Ekspert əlavə edib ki, Azərbaycanda mobil operatorların az olmasının səbəbi lisenziyalaşdırılmanın ümumiyyətlə bazara daxil olmasının çətinliyi ilə əlaqəlidir. Ekspert həmçinin əlavə edib ki, bu da bazarda olan şirkətin üçünün vəzini daha rahat və hegemon hiss etməsinə imkan yaradır. Rəqabətli mühit xeyli dərəcədə zəifləyir və nəticə etibarilə də bundan müştərilər, vətəndaşlar, istifadəçilər əziyyət çəkirlər. İstənilən an istənilən qiyməti qaldıra bilirlər və bu da problem yaradır. Bu yaxınlarda internetin qiymətlərində də müəyyən dəyişikliklər, artırmalar olmuşdu. İndi də belə bir xidmət haqqının artırılması təbii ki, vətəndaşlar tərəfindən də yaxşı qarşılanmır. Bunun da səbəbi rəqabətsizlik mühitindən doğur. Çünki başqa bir neçə mobil operator olsaydı, heç olmasa ölkədə 5-6-7 mobil operator olsaydı seçim imkanı olardı. Hazırda demək olar ki, seçim imkanı həddindən artıq məhduddur, deyə Natiq Cəfərli qeyd edib.